Hər biriniz kanalıma və yeni vloquma xoş gəlmisiniz. Bu vloq bir neçə günün birləşməsinə ibarətdir. Deməli, indi gedirik. Trendyoldan sifarişlərim gəlib, onu götürməyə kargodan. Ümid edirəm ki, hamısı yaxşı gələr. Əslində yaxşı gəlməmə ehtimalı yoxdur. Sadəcə baxın, məhsulları sifariş eləmişəm. Amma ümid edirəm ki, hamısının effektini görərəm. Çünki hamısını ilk dəfə də sınayacağam. Təbii ki, fikirlərimi və kargonun içindəkiləri sizinlə bölüşəcəm. Sifarişlərimi Starex'dən vermişəm. Dedim, buranı yoxlayım, görüm, bura neçə günə gətirir. Normalda bir marketdən sifariş edirəm, həmişə bir həftəyə gəlir. Sadəcə işə yaxın yerdə bir market bağlanıb. İlk dəfədir ki, görürəm ki, hansısa bir məntəqədə belə bir aparat var. Bağlamaların sifariş nömrəsini qeyd edirsən və artıq orada işçilər hazırlayır. Sifarişləri götürdüm. Dedi, evdə açaq baxaq görək nə sifariş eləmişəm. Havalar biraz düzələn kimi belə gənclər, hamısı bir yerdə gənclər deyirəm. Özümü heç onlardan saymırmışam kimi. Hamısı belə voleybol oynayırlar. Əsl mənə universitet vaxtlarımı xatırlatdılar. Biz də həmişə top alırdıq, ümumi uşaqlarla yığışıb. Dərs aralarında və yaxud da dərsdən sonra gedib voleybol oynayırdıq sahil bağında. Deməli, indi elə shorts videomu çəkdim. Burada ştativim, işığım. İşığımın zatkası düzdür, yarı yolda bitdi. Sağ olsun, mənə yarı yolda qoydu. Amma telefon flaşı ilə çəkdim. Bu rizakım. Özümə qəşəng estetik bir dənə rizak almalıyım. Bu Kamran rizakıdır. Evdə iş görməkdə nə günə qalıb yazıq rizak. Nəysə, deməli, mən əsas oda sifarişlərimi sizə göstəreyim. Əslində shorts videosunda böyük ehtimal görəcəksiniz. Amma burada da istədim ki, shortsu hələ də görməyənlər varsa göstərim bunları. Bu peelingdir. Üz üçün mən ümumiyyətlə həmişə əvvəllər peelingim olurdu. Amma son fikir verirəm ki, bir il yarımdır ki, mən peelingdən istifadə eləmirəm. Ona görə də belə bir peeling aldım. Ümid edirəm yaxşı olar. Bu ağarcıq kremdir. Təsəvvür eləyin ki, bunun Trendyolda səhv eləmirəmsə mən baxanda 36.000 rəyi var idi. Hamı da tərifləyir. Bu hidrogel kremdir. 3 manat almışam bunu, inanırsınız. İndiki qiymət təbii ki o deyil, amma mən endirimdə almışam deyə bu qədər məhsula 55 manat pul ödəmişəm. Və bu 3 manata düşmüşdü mənim üstümə. Ona görə də möhtəşəmdir. Saç kremim bitir. Ona görə də rozmarinli belə quru saçlar üçün həm nəmləndirən, həm yumuşaldan, həm qidalandıran belə bir krem almışam. Bilirsiniz də, ümumiyyətlə rozmarinin suyu da, kremləri də, yağlarda saçların uzanmasına çox kömək edir. Sonra Morphos'un bu spreyini almışam. Mən Morphos'un Morphos'un şəkillendiricisini almışdım. Başı o fərqli formada olan var ya, köpük kimi. Onu almışdım. Çox məmnun qalmışdım. Qoxusu da qəşəng idi. Gün ərzində saçımdan çox qəşəng qoxu gəlirdi. Amma bu dəfə sırf istilikdən qoruyan bir şey almaq istədim. Ona görə də bunu aldım. Bunu da çox tərifləyirlər. Bir də bu hansısa blogerdə görmüşdüm. Əslində onu tez-tez görürdüm, amma effektinə o qədər də inanmırdım. İnanmırdım deyəndə ki, vallahi gündə birini reklam eləyirlər. İnsan bilmir ki, hansını alsın. Dedim, bir dəfə də bunu sınayım, görüm bu necədir. Bunu da çox tərifləyirlər. Ümid edirəm ki, tərifləndiyi qədər var. Sifarişlərim bu qədər. Bunu da shortsunu çəkdiyimə görə gedim biraz dincəlim. Böyük ehtimal artıq sabahki günü vloglayacağım. Növbəti günə keçid eləyək. Hər vaxtınız xeyir olsun. Bilmirəm bu nə havadır, amma bildiyiniz dolu yağırdı, şimşək çaxırdı, göy gurulduyurdu və Kamran bu videonu sizlər üçün çəkib. Çünki dedi ki, bu anı çəkim, bəlkə vloqa yerləşdirmək istəyərsən, elə mən də qaçırmaq istəmədim. Qızlar, dolunun görən oldu. Bu isə artıq sabahsı günüdür. Hava yenə də buludlu görünürdü. Nəysə, mən də nəhayət işə gəlib çıxa bildim. Dəhşət probka var idi. Oy, neydi, nəsə çox sevdim. Çıxartmaq istəmirəm. Olar bu gün ofisdə belə oturum. Elə bil, elə deyirlər, anamın qarnından çıxandan Port Baku mənzərəsi görmüşəmmiş kimi. Hər səhər gəlib bura belə baş çəkməsəm elə bil olmur. Nəyimsə əksik qalır. Skuter sürənlərə baxın. Ay Allah, elə qorxuram. Onlara görə də elə qorxuram. Yoldaşım da sürürdü bir ara. Nə yaxşı təcrübə. Ay Allah, bu videoya baxandan sonra yadına düşəcək. Elə qorxurdum. Trasla elə sürürdü möhkəm. Çox qorxuludur. Mənim ürəyim üçün. Mən adicə təsəvvürə orada olur da, Ağşəhərdə də, bulvarda da heç kim yoxdur, adam yoxdur. Sürəndə əsasla sürürəm. Ki, aman da öz canıma görə. Yəni, başqa heç nəyə görə yox. Bu qədər də canım tatlıdır. Nə gözəl günəş var. Çox qəşəng hava.
Bu arada Sabina'nın belə bir oyuncağı var. Bilməm görmüsünüz ya yox. Bu arada bunun ağzı, bunun hansıdır, neysə. Yəqin silinib. Belə bir oyuncağı var. Belə bassam olmadı idi. Hə. Nasıl səhv elədim? Sizi gördüm, həyəcanlandım. Bayaqdan eləyirdim. Bir dənə yorluğu var. Ay, çok güzel. Burası da belə üfürcəkdir. Mənim vaxtımda valla belə şeylər yoxdur. Yoxsa mütləq çox xoş gəldim bu oyuncağı. Yəni biraz da siz sərinliyim. Şəlalənin bu gün ürəyi doldu. Gələndən bəri susmayıb ki, video çəkim. Nabat hamımızı başlayır. Bizim də simitlərimiz buradadır. Yeyəcək. Bu arada ilk dəfə də belə bir keks yoxluyurduq. Shorts videosunu çəkmişəm, paylaşsam onsuz da. İtalyan keksdir və içərisi çeyləklidir. Axşam Kamranla bir yedi yoxladıq, çox bəyəndik. Qalan hamısını gətirdim işə ki, qızlar da yesin. Burada Şəlalə yeyir, bu mənimkidir. Sabina'nınki və digərlərinki də özündədir. Belə. Əgər keks xoşdurursunuzsa və nə deyərlər, ərinirsinizsə hazırlamağa yoxlaya bilərsiniz. Dadı necədir səncə? Əla. Mən bəyəndim. Mən də bəyənirəm. Yəni ki, qapalı qutuda hazır olan bir keks məncə ən az bu qədər qəşəng ola bilər. Bir də içində dilimi deyəsim çoxdur. Hə, dilimi də çox idi, böyük idi biraz. Yəqin ki, bu düzgünü mən də görmüşdünüz daha öncəki vloglarımdan hansısa birində. Bu, mən də görmüşdünüz deyəndə ki, bu Şəlalənin güzgüsüdür. Sabina ad günündə ona çox güzgüyə baxdığı üçün belə güzgü hədiyyə eləmişdi. İndi sizə bir dənə də xəbərim var. Sabina öz hədiyyəsini o qədər bəyənib ki, gedib özünə də bundan alıb. Bir dənə qaldım mən. Baxın qızlar, burada da oldu bu güzgüdən. İndi burada da. Alacaqdım. Prosta dedim ki, birdən sən deyərsən ki, niyə eyni aldın? Şəlalə desin ya onu. Bu da belə. Mən də gərək gedim özümə alım. Mənim bunlarda nə əksiyim var ay qızlar. Görürsünüz, yağışdan qorunur. İşdə başım o qədər qarışmışdı ki, mən ancaq abedə çıxanda yadıma düşdü ki, mən vlog çəkirdim, nəysə ki, Şəlalə ilə ikimizin də biraz özümüzü yaxşı hiss eləmirikdi. Getdik, Roybox mix aldıq. Daha sonra isə Crescent'ın həyətində biraz gəzmək istədik. Bu papatyalara baxın, o qədər gözəldir. Bilmirəm, bunlar toxum formasına səpmişlər, indi mi yetişib, yoxsa elə birbaşa belə köklü formada qoyublar. Nəysə, molun içində siz bu şirin qıza baxın. Hamıdan incizdən burada telefonla oynayırdı. Mən birinci elə bildim ki, bunlar belə dekor və yaxud da həqiqətən elə rumkada, məsələn, demə vazaymış. Bir dəqiqə göstərim. Qurt. Mən boydadır, amma sən demə vazaymış. Bunları onsuz da görmüşdüm, başqa mağazalarda. Çox qəşəngdilər, amma bu çox qeyri-adi. Düz mən çox almaram belə bir vaz, niyə alım? Çox belə qəribə. Bu qəşəng ola bilər, amma yenə də almaram. Burada daha qəşəng vazlar vardı. Yəni bura bütün vazlarla doludur. Ofisə qayıdandan sonra mən mərci supumu içdim və Leyla isə yanımda şokolad və simit yedi, insafsız. İndi Şəlalə xanım bizim üçün min bir dərdin dərmanı Roybox mix hazırlayır. Çay. Немецкое лекарство. Лекарство? Да, очень хорошее. Почему 2 штуки? В отдельно? Да. Потому что я тоже заболела. О, молодец. Да? Я уже русскоязычный, черт. Belə, əgər siz də özünüzü ağılsız hiss edirsinizsə, mütləq şəkildə bunu qarışdırın. İçin. Bildiyiniz, yəni çox yaxşı təsir edir. Çok sağ olun. Nahar fasiləmiz bitdi və təbii ki, bizim şirkətdə ad günləri, şad günləri bitmir. Yenə də şirniyyat qonaqlıqları, növbənöv tort və şirniyyatlar ortalıqdaydı. İndi isə sizə çaylarımızın bunun səsindən eşitmək olarsa, çaylarımızın çeşidliliyini göstərmək istəyirəm. Kəkik otulu, güllü, sonra bu sadə çayda, bu da sadə çaydır. Bu nədir? Bu mixəkdir, sırf mixəyi dəmləyirlər. Sonra bu yaşıl çayımızdır, birazdan 100% limonlu, zəncəfil.
Bizim favorimiz limonlu, zəncəfilli, nanəli çay. İndi çəkməyəcəyik. Bunlar da sadə çaylar. Çayımızı da götürürük və gedirik işləməyə. Əslində mən sadəcə olaraq gəzdiyim hissələri çəkirəm ki, maraqlı olsun. Yoxsa işləyirəm bütün gün. Sadəcə sözün düzü belə işləyib kənardan özümü çəkəndə elə bilirəm ki, həm ətrafdakı insanları narahat eləyirəm, həm də ki, belə kənardan özümü çəkəndə işə baxın, adicə video qoymuşam kənardan, amma o qədər odaqlanmışam ki, videonu unutmuşam. Bir an ağlıma gəlir ki, video qoy söndürüm. Qızlar, deməli, eniştəniz mənə dedi ki, düş aşağı, sən nə işin var? Deməli, eniştəniz də məzuniyyətdədir. Məndən biraz tez götürüb məzuniyyətini. Düşdüm aşağı ki, mənə görün nələr alıb. Bilirəm, deyəcəksiniz ki, çiyələklər hələ ki dərmanlıdır. Amma neynim qızlar, inanın çiyələyi o qədər sevirəm ki, dərmanlı, dərmansız fərqi yox. Əsas o da çiyələk olsun. Biraz da adı gəlsin, bəsdir. İstədim bir minik güncəlliyim sizi də. Deməli, mən işdən çıxdım. Bugün son iş günüm idi. Artıq sabahdan etibarən məzuniyyətim başlayır. Belə, indi kocam yanımdadır. Onunla bir yerdə gedirik axşam yeməyi yeməyə. Sonra da biraz gəzib dolaşıb yekun olaraq evə gedəcəyik. Boxdan çıxanlar. Biz gəzə-gəzə gəlib çıxdıq Gənclik mola və istədik ki, burada papaz yeyək. Çünki çox dadlıdır. Yəni, mən axırıncı dəfə yeyəndə dad damağımda qalmışdı. Daha sonra beləsə qiymətlərə baxmaq üçün biraz çəkdim monitorları, amma yenə də öz Instagram səhifələrində də səhvləmirəmsə qiymətləri paylaşıblar. Oradan da girib rahatlıqla baxa bilərsiniz. Bir də onsuz da food blogerlər artıq bu barədə paylaşımlar eləyib, amma yenə də mən də deyim ki, belə böyük ölçüdə soslar gəlib. Mənə elə gəlir ki, mukbang videolarında o qədər estetik görünər və maraqlı. Mütləq alıb bir dəfə çəkəcəm. Bizim sifarişlərimiz isə bu qədər. Yəni burada inanın ki, o qədər doyursuz ki, adicə qanadla tender salsaz belə çox doyarsınız. Sifarişlərimiz gəldi. Qanadlar, tenderslər, frilər, ümid edirəm səsim gəlir, soslarımız. Bu arada qanadların vodo soslu ilə olanı var. Amma biz artıq, mən ağıllı olaraq belə bir metod kəşf eləmişəm ki, sadə qanad alırıq, həm kamran yeyir, həm də mən vodo sos sevirəm deyə əlavə alıram, ona batırıb yeyirəm. Olur qəşəng. Siz bunun kefinə baxında aptekdə uzanıb belə kresloda. Biz nəhayət gəlib evə çıxa bildik. İnan, o qədər yoruldum ki, saat hardasa onun yarısıdır. Siz isə videonun sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər abunə olmağı, videonu like etməyi və fikrinizi bildirməyi unutmayın. Hələlik!